Milli Məclisin sonuncu plenar iclasında yaşayış minimum haqqında qanun edilən dəyişikliklər qəbul edildi. Yeni dəyişikliklərə əsasən bir tərəfdən tibb və təhsil məsələləri ilə yanaşı sosial məsələlər üçün normalar müəyyənləşib və təsdiq olunacaq. Bu demək ki, sosial məsələdə çalışanlar yeni normalardan faydalana biləcəklər. Eyni zamanda bütövlükdə sosial məsələlər üçün yeni qida normalarının təsdiq edilməsi və praktik olaraq bu kontekstdən sosial məsələlərin də nəzərə alınmasına imkan verəcək. Qida normalarının təsdiq edilməsi təbii ki, həmin sektorda çalışan və eyni zamanda fəaliyyət göstərən və həmin sektordan hal-hazırda istifadə edən vətəndaşlarımızın yeni normalardan faydalanmasına şərait yaradacaq. Eyni zamanda 2025-ci ildə istehlak səbətinin yeni tərkibinin müəyyənləşəcəyi və təsdiq olunacağı gözlənilir.